Avqustu demək olar ki, yarılamışıq. Bu da o deməkdir ki, tətillər başa çatır. Ağlayıram. Birazdan məktəb mövzuları gündəmimizi zəbt eləyəcək. 5 dəfə 5. 5 dəfə 5, 25. Özdə fikir verin, bu yay aylarını heç kim storydə paylaşıb salamlamır. Sentyabr gələn günü ingilis dilində salam sentyabr paylaşımları olacaq. Ədəbərkan ancaq payız üçündür. Salam verirsiniz, bütün aylarla salamlaşın. Elə bir zadıq. Zarafat bir yana, deyirəm ki, yay bitsəydi, söz-söhbətlər də bitərdi. Sonra yadıma düşür ki, hər fəslin öz qəhrəmanları var. Bəzi qəhrəmanlar var ki, onlar bütün fəsillərdə aktivdirlər. BBC-ni odun parçası ilə döyüb öldürən qardaş oğlunu eşitmisiniz? Ən çox bu adamın atasına pis oluram. Əziyyətlə övlad böyüt, o da axırda gəlsin bacını öldürsün. Sənin qardaşın oğlu o kişilərdən deyil. Yas eləyəsən, yoxsa məhkəməyə gedəsən, adam bilməz. Səbəb nə olursa olsun, adam 65 yaşında bir qadından belə müharibə eləməz. Odun parçası ilə bibiyə hücum eləmək nədir? Normalda bibi göz ağardanda nəinki adamın özü, atası da özünü yığışdırır. Şəm öləm, bir içim su da verməzsən mənə. Bibi, Allah eləməsin, sən nə danışırsan? Səni görüm 100 il yaşayasan. Bibi Azərbaycanda həmişə məğlub edilməz dəyərlərdən biri olub. Nə deyim eyvallah, bu elə hadisədir ki, burada Ədəbərkandan danışmaq da artıqdır. Növbəti xəbərimizin qəhrəmanları da hər fəsildə fəaliyyət göstərir. Deməli, bu şəkildəki iki gənc əslində çox istedadlıdırlar. Lakin bu istedadları onların haqqında cinayət işi başladıb. Onlar qanunsuz şəkildə 2500-ə yaxın sayta müdaxilə ediblər. Saytlarda dəyişiklik eləyib resursları ələ keçirdiblər. Bu işdə qazancları nədir bilmirəm. Amma bu istidə nəyə lazımdır qardaş? İstirahət elə də. İstirahət elə xanım. Tanıdığımız səhər kimi proqramistlər var idi. Ermənistanın parlamentində Azərbaycan himnini qoyurdular. Müdaxilə eləyəndə də gərək belə müdaxilə eləyəsən saytlara. Mən yaşlı başlı adamım. Bizim vaxtımızda ən çox gördüyümüz iş kompüterin qabağında kazaki oynamaq idi. O oyunu oynayanda da adamı kiberpolis saxlamır. Haqqında cinayət işi də açmır. Gənclərimiz rəqəmsal mühitdə anonim qalacaqlarını düşünürlər. Amma bu texniki olaraq mümkün deyil. Ən azından giriş elədiyin internet provayder bilir ki, sən hardasan. Hər şey öz yerində olanda heç bir problem olmur. Sizə indi bir dənə görüntü göstərəcəm. Ona məntiqli açıqlama heç kim verə bilməz. Bəli, səhv görmədiniz. Bakıda yolun ortasında sürücü maşını saxlayıb, yolu kəsib gedib. Özü də düz körpüyə qalxan tərəfdə. Deyək ki, maşın xarab olub, sönüb qalıb. O necə həmən yolda o formada dönə bilər? Yolu perpendikulyar necə kəsmək olar? Bəzi şeyləri başa düşmək üçün həqiqətən də insan zəkası yetmir. Yolda olan hadisədən söz düşmüşkən daha bir xəbər demək istəyirəm. Buradan üzümü tuturam Hollywoodun rejissorlarına. Kinoda Marsı, ay səthini göstərmək üçün artıq əziyyət çəkməyə ehtiyac yoxdur. Çəkiliş üçün yer ayırıb yol düzəltməyə ehtiyac yoxdur. Cəllabadın Soltan kəndinə gedən yol bütün standartlara uyğundur. Kənardan baxsaz elə bilərsiniz ki, heç vaxt insan ayağı dəyməyib ora. 17-20 kilometr uzunluğunda olan yol o gündədir ki, ora girən maşın sağ çıxmaz. Oranın sakinləri evə helikopterlə getsin bəs. O yolda maşın sürmək olar sizdə, bir dənə baxın. Orada maşın sürmək ancaq ustaların xeyrinədir. Bildiniz də əziz film çəkənlər, ayda kino çəkməyə ehtiyac yoxdur. Bizdə o şərait, daha doğrusu şəraitsizlik maşallah var. Dünən də Mehdiyabadın bir çox yerində 7 saat işıq olmayıb. Yayın günündə 7 saat işıqsızlıq bilirsiniz nədir? Venera, Merkuri kimi planetləri çəkmək istəsəz, gedin Mehdiyabadda çəkin. Əsl istilik, hərarət sizi qarşılasın. Axırıncı və işıq sönəndə Azər işığa da yığıb düşmək olmayıb. Eyni şeydir. Merkuridə də olsanız Azər işığa düşə bilməyəcəksiniz, Mehdiyabadda da. Ən yaxşısı həyətə generator qoymaqdır. Başın dinc, qulağın dinc.